Salam dəyərli Sima izləyiciləri. Bu video sizinlə bəzi həqiqətləri paylaşmaq üçündür. Sizin də bildiyiniz kimi Sima imza istifadəçilərin elektron imza ehtiyaclarını qarşılayır. Yəni bu o deməkdir ki, onlar rəqəmsal mühitdə şəxsiyyətlərini təsdiqləyə bilirlər. Lakin Sima imza ilə hər hansı bir əməliyyatı yerinə yetirmək üçün ilk növbədə tətbiq yüklənməli, şəxsiyyət vəsiqəsindəki məlumatlar müvafiq ardıcıllıqla qeyd edilməli, biometrik identifikasiya ilə canlılıq testi təsdiqlənməlidir. İstifadəçilərə tövsiyə edirik ki, tanımadığımız şəxslərin vədlərinə inanaraq başqalarının cihazında Sima imza ilə qeydiyyatdan keçməyin. Nəzərinizdə saxlayın ki, şəklinizin və ya videonuzun çəkilməsi yalnız sizin tam nəzarətinizdə və şəxsən icazənizlə baş verməlidir. Və unutmayın, başqasının cihazında hər hansısa bir əməliyyatı yerinə yetirmək üçün qeydiyyatdan keçmisinizsə, prosesi yekunlaşdırdıqdan dərhal sonra Sima imza kabinetinizdən çıxış edin.